sən də xəbərin var, sən yadırğıya peşəkar olubları, Seymur da, Natiq də, yemək pişirməkdə onsuz da peşəkardırlar. Amma Seymur hazırlaşır ki, bu yaxınlarda inşallah o həmin ki əyləşirsən, nasıl oldu? Hə, baba, orada gələcək, o əyləşəcək. İnanmırsan, indi maraqlanarıq. Sabahınız xeyir olsun. Seymur, Natiq. Necədir vəziyyət? Natiqdən başlayaq da, mikrofon böyüyündür. Buyur. Sabahınız xeyir olsun. Bütün bizi izləyən hər bir kəs salamlayıram. Yaxın tut. Hər bir kəs salamlayıram. Gün aydın Azərbaycan verilişindən. Azərbaycanın sabahları xeyirli olsun. Amin. Nə biçirəcəksən, yaxşı. Bu günlərim Seymur Ustayla bir yerdəki qardaş. Aha. Bəli, Qarabağ aşı hazırlayacaq. Bəh, Qarabağ Çox gözəl, aşı. bəli. Qarası ilə, düyüsü ilə. Hə? Özü də nədir? Toyuq sobada hazırlayacağım. Sobada da toyuq. Sabah xeyir olsun. Sabahınız xeyir olsun. Mən də bütün tamaşaçılarımızı salamlayıram. Bu günlərim aş bişiririk və toyuq sobada hazırlayacağım. Bir də xırt-xırt badımcan deyirlər. Gözəl xırt badımcan. Bir də onun xırt. Ay can. Hə, sən xəbərin var ki, salamlaşmanı da artıq meyxana kimi, rep kimi deyirsən. Elə bildim, yəni meyxana rep deyirsən də salam əziz tamaşaçıları, günaydın Azərbaycandan. Bəlkə elə bir tərzdə deyək. Necə deyərsən, bax, necə deyərsən. Getdik. Hə. Artıq hazır deyiləm də o şeyləri. Nəyə hazır deyilsən? Mən bayaqdan səni tərifləyirəm. Bağ belə, bostan belə, İslamı belə deyək, qorxu tutub ki, mənim yerimi tutacaq. Nə deyirsən? İslam, gəl bana. Bütün fikrimi salmışam yeməyə. Fikrim, diqqətim yeməkdədir ki, qoyub qəşəng yeməklər hazırlayayım bu günlərim. Hə? Bəli. İslam da gəldi. İslam, sabah xeyir olsun. Bir də sabahınız xeyir. Hoş gördük. Seymur. 2-3 veriliş olmamışam. Uca deyir ki, mən... Bax gördüm, bax... Həyəcanlandı. Da nə həyəcanlandı. Təmiz özünü itirdi. Deyir ki, gəlib mənim yerimdə oxuyub eləyirsən. Qardaş, mən gəlib yemək istəyirəm burada. Burada oxuyur. Deyirəm, yavaş-yavaş, aram-aram. Deyir ki, gəlib orada gələcək orada. Məcbur qaldım, siz olmadınız deyə. Mahnısını eşitmirsən, mahnı? Yox. Ha, bir dənə səs, mahnı hazır. Eşitmirsən mahnı? Seymur mahnı eşitmirsən. Ha, eyvah, bax, yurt-yuva Seymurdan danışır. Seymura sifarişlər gəlir, yarım saatlıq proqramlara, şov proqramlara. Mən də keçirəm aşpazlığa. Nə pişirə bilirsən? Bax. Reklama kimi, səhərdən akşama kimi. Yüksək əhvalımızda, yanır manqalımızda. Şişdə var əmlik quzu, gözləyirik yolunuzu. Şişdə var əmlik quzu, gözləyirik yolunuzu. Şişdə var əmlik quzu, gözləyirik yolunuzu. Sabah, vallah sabah, ürəyin istəyir kebab. Demirəm ayrı məkana get, Seymur Ustaya zəng et. Bəllidir ünvanımız, gözəl restoranımız. İşini gücünü bitirgən. Sənə mən neçə dəfə deməliyəm ki, demirdim ki, Zöhrab, çörəkli mahnı oxu. Hər dəfə demirdim. Bax, Seymura əhsən. Seymur gör necə çörəkli mahnı oxuyur. Adamın iştahası asılır. Kabab buradan. Kabab var, yemək. Mahnının içində yemək var ki, o özünə uyğun mahnı oxuyub da. Sənə uyğun hansı mahnı olur ki? Olur. Mən oxuyanda sənətimə uyğun mahnılar oxuyuram. Yaxşı, o sənətdə lavaşda olmalıdır. Bax, görürsən necə oxudusa, adam yəni təsəvvürünə gətirir də. O təsvir edir özündəki, təsəvvür edir. O çörəyi ki götürürsən, təndir çörəyini, özü də istisdir də, arasına, bax, bilirsən də, kərə yağı ilə, bilmədiyim şey var. ay can, onu ki belə hop, yiyirsən, hər şey olur əla. İndi gör o kebab necə yeyilir də. Amma o kebab da gərək Beyləqan ailəvi restorandan təqdim olsun. O kebabı da gərək Seymur hazırlasın, Seymur bişirsin, usta Natiq çəksin o kebabı, hansı ki, İnşallah özü də quzunun, quzunun elə belə yox, o quzun qara ət olur, qara ət. Ay can, onu ki, kebab eləyirsən, ləzzət eləyir adama. Odur ki, o ləzzətli təamlardan mütləq şəkildə dadmaq üçün üst tutun Beyləqan ailəvi restoranına ki, yerləşir harada? Bakıxanovda. Bakıxanov qəsəbəsində. Telefon nömrəsi də 070 221 1013 nömrəsinə zəng edib rezerv etsinlər. Hər kəsin yolunu gözləyirik. Dadlı yeməklər yemək istəyənləri
Beyləqan Alevi restoranda yolun gözləyirik. Əlbəttə ki, az sonra hazır olacaq. Az sonra dedi, verilişin sonuna yaxın Qarabağ aşı hazırlanır. Biz də yavaş-yavaş gedək. Buyur, mikrofon da sənin, amma yenidən təzdən yerə salmadı mikrofonu. Xahiş edirəm, yəni gələndən özü bitirmirsən, ara vermə. Görsən, ara verən kimi kollektivin hər bir üzünü salamlayırıq.